Güləşçi Vitali Rəhimovun Pekin yay Olimpiya oyunlarında qazandığı gümüş medalı geri alınıb. Bunu Azərbaycan açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci ildə Pekin yay Olimpiya oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsinə çıxış etmiş Rəhimovun dopinq testinin təkrar analizinin müsbət nəticə verməsi olub. Artıq karyerasını başa vurmuş güləşçi Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.